Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa daş qarxanasında 3 sot yarım torpaq sahəsinin üzərində belə bir şəxsi tikili 3 mərtəbəli həyət evimiz çıxıb. Allah hər kəsin malına, mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Paket qrupçadır. 2 ailənin yaşaya biləcəyi ev və qiymət 185 min manat. 350 kvadratdır. İnşallah həyat hissəsini təqdim edirəm sizlərə və sonra keçiriləcək evin içərisinin təqdimatına istiq oldu. Yalnız bir qapılar qalıb, o da ki inşallah ev yer tərəfindən qoyulub veriləcək. Burada da sağda belə bir mətbəx nəzərdə tutulur. Yəni kim istəsə belə deyək, ev yerçilik ustasını da gətirib, yəni təqdim edə bilər və göstərə bilər. Bax, belə bir gözəl bir möhtəşəm həyət evidir. İnşallah həyət hissəsini təqdim edirəm sizə. Həyətdə işıqlandırmaya qədər qoyulub və maşın həyətə rahatlıqla daxil olur. Giriş hissəsi burada da var. Şimdi verin, o bir tərəfdən də var. O bir tərəfdən daxil olacaq inşallah içəri. Keçək sizlərə təqdim edək. Qiyməti də normaldır. Burada balaca bir yer, tualet keçinəcəkdir. Bu geniş bir belə bir mətbəx hissəsidir. Keçdik buradan və bu hissəni təqdim edirəm sizlərə. Sonra burada böyle bir otağımız var. Bak giriş hissəsi tamamıyla istiq oldu. Burada da sancı için nəzərdə tutulub və qalxırıq ikinci mərtəbəyə və ikinci mərtəbəni təqdim edir sizlərə. Həqiqətən də mükəmməldir. Nə qardaşı sırf özüm üçün tikmişim yəni. İkinci mərtəbəyə qalxdıq. İkinci mərtəbədə sağda sancır və üzbəyizdə yine bir otaq. Burada da bir otağımız var. Bunu göstereyim sizlere. Burada yine bir otağımız var. İkisi bura. İkinci bir otağımız da buradadır. Yani hardasa 8-9 otaq olar. Açıq eyvana çıxış və qalxırıq 3-cü mərtəbəyə. Burada da